Soyuq, yağmurlu günlərdə ən çox sevilən yeməklərin biri də soyuq ərişdə və yaxud ərişdəli aşdır. Əsasən Naxçıvan və Qərbi Azərbaycan mətbəxinə aiddir. Yeməyi ətli və ətsiz formada da hazırlamaq olur. Ətli formada hazırlanan zaman ət əvvəldən qaynadılır, bulyon ayrılır, ət soğanla birlikdə qovrulur, üzərinə tomat əlavə edilir və sonra o bulyon da bura əlavə edilir. Kənarda kartof doğranır, alça, ərik yuyulur, eləcə də əvəlik və ələyiz də yuyulur. 1-2 dəqiqə qaynadılır, hazır saxlanılır. Sonra bunlar qazana əlavə edilir, ərişdə kəsilir və qazanda olan ərzaqlar 25-30 dəqiqə qaynayıb hazır olan zaman kəsilib doğranmış ərişdələr bura əlavə edilir. Ərişdələrin bişməsi üçün 5-6 dəqiqə vaxt lazımdır. 5-6 dəqiqəyə yemək hazır olur. Zövqə görə duz, qara istot, pul biber, toz biber, eləcə də toz zəncəfil də əlavə etmək olar. Soyuq aylarda belə yağışlı günlərdə çox yerinə düşür. Qrip və soyuqlama zamanı əvəz olunmaz bir yeməkdir.